Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla her birinizi hoş gördük, hürmetli mümin kardeşler ve mümine bazılar. Allah tuttuğumuz oruçları ve illediğiniz ibadetleri öz dergahında âli derecede kabul olsun. Bugün Ramazan ayının 15. günüdür ve aynı zamanda Əhl-i Beyt imamlarından olan İmam Həsən əleyhissalamın doğum günüdür. Mən bu gün münasibətindən bütün dünyada yaşayan Əhl-i Beyt dostlarını və o cümlədən başda ağamız İmam-ı Zaman əleyhissalamı səmimi qəlbdən təbrik edirəm. Allah inşallah bizə bu dünyada İmam Həsən əleyhissalamın ziyarətini və axirətdə də şəfaətini bizlərə nəsib eləsin. Əhl-i Beytin məhəbbəti, Əhl-i Beytin sevgisi, Əhl-i Beyti sevmək, onlara məhəbbət göstərmək Allahın insanlara olan bir lütfü və inayəti və mərhəmətidir ki, xoş Əhl-i Beyti sevənlərin halına. Allah Peyğəmbərdən 23 il çəkdiyi əziyyət müqabilində yalnız Əhl-i Beytinə, ailəsinə, yaxınlarına məhəbbətdən başqa bir şey istəmir. Buyurur ki, "Qul la əs'alukum aleyhi əcrən illəl məvəddətə fil qurba." Allah Quran-ı Kərimdə bu ayə-i şərifədə buyurur ki, ya Peyğəmbər, ümmətinə denən çəkdiyim zəhmətlərin əvəzində yalnız sizdən öz Əhl-i Beytimə məhəbbət istəyirəm. Əhl-i Beytin sevgisi və məhəbbəti insana həm dünyada, həm axirətdə çox faydaları vardır. O cümlədən rəvayətlərdə var, kim Əhl-i Beyti sevsə, Əhl-i Beytə məhəbbət göstərsə, can verəndə rahat can verər, qəbr sıxıntısından amanda qalar, qiyamətin çətin günündə Əhl-i Beyt əleyhissalam məhəbbəti onun hayına çatar, köməyinə çatar. Allah inşallah bizi həqiqi Əhl-i Beyt əleyhissalamı sevənlərdən qərar versin. Hər bir Əhl-i Beyt imamı əziz və hörmətli Allah ayının qonaqları, hər bir Əhl-i Beyt imamının özünə məxsus ləqəbi və özünə məxsus sifəti olub və özünə məxsus bir özəlliyi olub. İmam Həsən əleyhissalamın da özəlliyi, İmam Həsən ağaya buyururdular, Əhl-i Beytin kərimi. Yəni, kərim o adama deyirlər ki, o adamdan bir şey istəmədən ona verəsən. O adama deyərlər, bu çox kərim adamdır. İmam Həsən əleyhissalam da kərimliyinlə məşhur idi. Yəni, 2 dəfə tarixdə yazırlar ki, öz malını hamısını bir yerlikdə Allah yolunda xərcləyib və heç bir kəs İmam Həsən əleyhissalamın qapısına gəldiyi zaman əli boş qayıtmazdı. Ona görə də deyirlər ki, Əhl-i Beytin kərimi. Hətta bir gün bir nəfər İmam Həsən əleyhissalamın yanına gəlir və İmam Həsən əleyhissalam ibadət halında olur. Eşdə də gözəl bir dənə minik olur, at olur, öz zamanəsinin miniyi. Həmən İmam Həsən əleyhissalamın yanına gələn adam deyir, xoş bu miniyin sahibinin halına. Həmən şəxsin yanında başqa bir adam olur, deyir, istəyirsənmi bu minik sənin olsun? O biraz təbəssüm elə gülür, deyir, bunu adama verməz də, bu çox dəyərli minikdir və gözəldir. Dedi, onun sahibi içəridə ibadət halındadır. Eşiyə çıxdığı zaman yanında fəqət bu sözü denən ki, bu minik nə gözəl minikdir, xoş bu miniyin sahibinin halına. Həmən şəxs o sözləri dediyi zaman İmam Həsən əleyhissalam təbəssümlə həmən şəxsə buyurdu ki, get, həmən miniyi götür, min apar sənindir. Ona görə İmam Həsən əleyhissalama Əhl-i Beytin kərimi deyirlər. Və eyni zamanda İmam Həsən əleyhissalam buyurur ki, kərim o adamdır ki, bir adam ona gəlib ehtiyacını hansı bir yolla anlatsa və o adam başa düşsə ki, bu utandığından buna başqa bir şəkildə deyə bilmir öz ehtiyacını, anlayır ki, allanır. İmam Həsən əleyhissalam buyurur ki, kərim o adamdır ki, allandığı zaman bəzi yerlərdə allanmağı qəbul eləyə və o adamın ehtiyacını ödəyə. Allah inşallah bizim hər birimizi Əhl-i Beyt əleyhissalamın həqiqi dostlarından və mühibbilərindən, sevdalılarından qərar versin. Eyni zamanda qarşıdan mübarək Qədir gecələri gəlir
və Qədir gecələrində Mövlamız, ağamız Əmirəl-Müminin Əli ibn Əbi Talib əleyhissalam birinci Qədir gecəsi zərbətdənir və ikinci Qədir gecəsi şəhadətə çatır və bu da təsadüf edilir, bizim milli bayramımız olan Novruz bayramına təsadüf edilir. Soruşurlar ki, bu şəhadətlə üst-üstə düşdüyünə görə bu bayramı qeyd eləməyin hökmü nədir? Əziz və hörmətli xalqımız, dəyərli insanlar, bu Novruz bayramı bizim milli bayramımızdır, gözəl bayramdır və gözəl bu bayramda hadisələr var. Yəni hadisələr deyərkən gözəl adətlər var. İnsanlar bir-birlərinin evlərinə gedərlər, ev təmizləyərlər. İnsanlar bir-birlərini axtararlar. Amma bu illəri gəlib təsadüf eləyib İmam Əli əleyhissalamın şəhadət günlərinə bizim alim məqamlı rəhbərimiz Ayətullah Ruzuma Seyyid Əli Xameneyi Həzrətləri buyururlar ki, əgər bu bayramda Əhl-i Beytə qarşı, Əli əleyhissalama qarşı bir hörmətsizlik olsa, bu bayramı qeyd eləmək haramdır. Yəni nə cürə? Sakit şəkildə, qonaqlıq şəklində, heç bir şadlıq eləmədən, heç bir sevinç eləmədən keçirməyin eybi yoxdur. Amma Əhl-i Beytin məqamına, Əli əleyhissalamın məqamına hörmətsizlik olsa, eyş-i işrət məclisləri olsa, xüsusən şərablı məclislər ki, fərqi yoxdur, hər zaman onu qeyd eləmək haramdır. Bu şəkildə olsa, Ali rəhbər buyurur ki, o bayram haramdır. Hər birinizin qarşıdan gələn Novruz bayramınızı təbrik edirəm. Allah inşallah bizim qəlblərimizi, vücudumuzu, ruhumuzu yaz kimi ətirli və gözəl qərar versin. İnşallah Allah ibadət və itaətlərinizi qəbul eləsin. İftar vaxtında insanların duaları qəbul olar. Bizləri də dua eləməkliyi inşallah unutmayasınız. Esselamu aleykum və rəhmətullah.